Müasir ginekologiyanın arxasında gizlədilən bir qadın vardı. O nə həkim idi, nə də alim. Amma onun çəkdiyi ağrı tip tarixini dəyişdi. Tip tarixi çox vaxt böyük keşflər və qəhrəman həkimlərin adları ilə bəz edilir. Lakin bu keşflərin pərdə arxasında bəzən unudulmuş, səsi boğulmuş və böyük əzablara qurban verilmiş insanlar dayanır. Bu insanların ən önəmlilərindən biri bugün ginekologiyanın anası kimi tanınan Anarcha Westwood'dur. Anarcha'nın hekayəsi 1840-cı ildə Alabamanın pambıq tarlalarında bir kölə olaraq başladı. Dəmi 17 yaşında ikən keçirdiyi ilk ağır doğuş onun həyatını tamamilə dəyişdi. 3 gün davam edən ağrılı prosesdən sonra onda o dövr üçün müalicəsi qeyri-mümkün hesab edilən vezikovaginal fistula yarandı. Bu vəziyyət onu həm fiziki ağrılara, həm də sosial təsirə məhkum etmişdi. Təcrübə otağındakı dözülməz həmin illərdə gənc cərrah James Sims bu xəstəliyin müalicəsini tapmağa çalışırdı. Anarcha və onun kimi digərlər dəlili qadınlar Lucy və Betsy Simsin sınaqları üçün ideal obyekt hesab edilirdilər. 1845-ci ildə 1849-cu ilə qədər Anarcha tək başına 30-dan çox cərrahiyyə əməliyyatına məruz qaldı. Bu prosesin ən qaranlıq tərəfi isə Simsin bu əməliyyatları heç bir anesteziya, ağrı kəsici istifadə etmədən həyata keçirməsi idi. O dövrün ilk tibb anlayışı qara dərili insanların ağrını ağ dərili insanlar qədər hiss etmədiyini iddia edirdi. Anarcha həm xəstəliyin gətirdiyi fəsadlarla, həm də narkozsuz aparılan çətiklərin dözülməz ağrısı ilə mübarizə aparmaq məcburiyyətində qaldı. Bəs sonra nə oldu? Bu ağrılar bir həkimin necə ginekologiyanın atası etdi. Davamı ikinci hissədə.